Salam əziz həmvətənlərim, hər birinizi salamlayıram. Bugün biz sizə insanın öz içindən gələrək və yaxud da Allah üçün etdiyi yaxşılıqdan danışacağıq. İslam bizə hər şeyi Allah üçün etməyimizi deyir. Bu Allah üçün yaxşılıq etmək barədə ümumiyyətcə çox az danışılıb. Yəni onun insanın psixoloji xasiyyətinə necə təsir etdiyi haqqında demək olar ki, az danışılıb. Biz bugün inşallah sizinlə bu barədə biraz açıq danışacağıq. Allah üçün yaxşılıq etmək nəyə görə bu qədər vacibdir və insanlara hansı təsirləri edir? Deməli, iş burasındadır ki, təsəvvür edək ki, bu insan özü qəlbindən gələrək yaxşılıq edir. Bu insan isə Allah üçün yaxşılıq edir. Təbii ki, Allah üçün edən də bunu sevgi ilə və yəni içindən gələrək edir. Yəni sadəcə belə deyək, sırf Allah üçün etmir. Çünki bir insanın içində yaxşılıq olmasa, təbii ki, onu icra edə bilməz. Çünki bir çox müsəlmanlar da var ki, görürük ki, heç yaxşılıq, yəni pulu çox olsa da yaxşılığa o qədər də meyilli insan deyil. Ancaq insanın niyyətinin, İslam bizə deyir ki, insan niyyətində Allah üçün etməlidir hər bir şey, yaxşılığı da, hər bir şeydə. Deməli, mən açıq sizə deyim ki, özümdən götürəcəm. Özüm bir dönəm, hardasa 3-4 il bundan qabaq düşünürdüm ki, insanın Allah üçün yaxşılıq etməyi, yəni sırf Allah üçün etməyi biraz insana qeyri-səmimi kimi gəlir. Belə düşünürdüm. Özüm müsəlman olduğum halda belə düşünürdüm. Yəni fikirləşirdim ki, insan içindən yaxşılıq gəlib onu etmək istəyirsə, bu həqiqi insandır. Yəni deyək ki, mən yaxşılıq etmək istəmirəm, ancaq Allah üçün, sırf Allah razı qalsın deyə bu yaxşılığı edirəm. Bu biraz mənə qeyri-səmimi gəlirdi. Yəni, amma zamanla gördüm ki, bir insanın, baxın, təsəvvür ki, bir insan daimi olaraq qəlbindən yaxşılıq etmək gəlir və bunu edir. Ancaq insanlar əksər vaxtı nankör olur. Yəni, və zamanla insanın yaxşılığına nankörlüklə cavab verildikdə və yaxud da onun yaxşılığı görməzdən gəlindikdə insanda artıq müəyyən fikirlər başlayır. İnsan başlayır düşünməyə ki, mən niyə onda yaxşılıq eləyirəm? Və yaxud sınmağa başlayır da, belə deyək. Bir çox insan, məsələn, xeyriyyətçi insanda bu olub ki, yaxşılıq edir və davamlı olaraq o yaxşılıq etdikcə insanların müəyyən məqamlarda nankörlüyünü görür və get-gedə yaxşılıqdan soyumağa başlayır. Və düşünür ki, mən nəyə görə yaxşılıq edirəm və yaxud dəymir yaxşılıq eləməyimə. Mən yaxşılıq edirəm, amma insanlar bunu görmürlər, başa düşmürlər və yaxud nankörlük edirlər və yaxud deyirlər ki, sən neynəmsən ki, və yaxud azdır bu və s. Yəni, insanların onun yaxşılığını görməzdən gəlməsi onun zamanla psixoloji olaraq depressiyaya salır və yaxşılıqdan soyumağına səbəb olur. Bu cür bir çox insan tanıyıram ki, yaxşılıq etməyi buraxıblar, tərk ediblər. Çünki düşünürlər ki, dəymir və yaxud mənasızdır. İndi İslamın bizə öyrətdiyi olan Allah üçün et yaxşılığını nəticələrinə baxaq. Deməli, İslam deyir ki, sahabələr nə deyib o vaxt insanlara? Onlar deyiblər ki, biz sizə bu yaxşılığı etməklə sizdən nə çox sağ ol, nə də təşəkkür gözləmirik. Biz bunu Allahın razılığını qazanmaq üçün edirik.
Deməli, yaxşılıq etmək ən birincisi insanın qəlbini genişləndirir. İnsanı mərhəmətli edir, insanı daha mülayim və s. bütün yaxşı işləri özündə cəm etdirməyə səbəb olur. Deməli, bir insan yaxşılıq etdikdə, Allah üçün yaxşılıq etdikdə, insanların nankörlüyü ilə qarşılaşsa belə, insanların onun yaxşılığını görməzdən gəlsə də, insanlar onun haqqında hətta pis belə danışsa, o insana bu təsir eləmir. Yəni, ətraf mühitin pis nankörlüyü mü deyək, və yaxud görməməzliyi mi deyək, bu insana təsir etmir. Çünki o, yaxşılığını Allah üçün edib. Allahın razılığı qazanmaq üçün edib. İnsanlar onu alqışlasın, insanlar onu xoş söz desin, insanlar onu tərifləsin deyə etməyib. Sırf Allah üçün edib. Ona görə də bu, zamanla insan nə qədər nankörlüklə qarşılaşsa da, bu ona təsir etmir. Və bu, səbəb olur onun yaxşılığı tərk etməməsinə. Görürsünüzmü? Allah üçün edilənlə yaxşılıq etmək istəyirəm deməklə arasındakı fərq. Allah üçün edən təkcə yaxşılıqdan söhbət getmir. Hər bir şeyi Allah üçün edən insan heç vaxt bunu ölənə qədər tərk etməyəcək. Çünki bu onu Allah üçün edir. İnsanların düşüncəsi ona maraqlı deyil. Və bu davamiyyətini ömür boyu qoruyur. Ancaq yaxşılıq üçün, sırf yaxşılıq üçün edən insan, yəni qəlbindən gələrək eləyirsə, bu çox təəssüf ki, əksər insanlarda davamiyyətli olmur. Çünki yenə deyirik, insanların nankörlüyü, insanların yaxşılığı görməməzliyi, qədir bilməməzliyi insanı zamanla, türklər demişkən, yıpradır və yaxşılıqdan soyunmağına, yaxşılığı ümumiyyətlə tərk etməyinə gətirib çıxarır. Ona görə də burada Allah üçün edilən yaxşılıqla insanın özü üçün edilən yaxşılığın fərqi, baxın, budur. Ona görə də hər bir şeyi Allah üçün etmək lazımdır. İslam deyir ki, hətta sevəndə belə Allah üçün sevin. Yəni, deyək ki, bir insan dostumuzu Allahın razılığını qazanmaq üçün sevirsiniz. Siz zamanla, yenə də bu yaxşılıqda olduğu kimi, zamanla onun sizə qarşı olan, deyək ki, dalınızdan danışdı və yaxud sizə pislik elədi, bunlara əhəmiyyət verməyəcəksiniz. Ancaq siz onun özünə görə istəsəniz, zamanla bu sizi neynəyəcək, incidəcək və ondan uzaqlaşmağa gətirib çıxardacaq. Belə əziz dostlar, bugünkü dərsimiz burada yekunlaşır. Ümid edirəm ki, hər kəsə faydalı oldu. Sağ olun, salamat qalın.